7 gündə fe'lin 7 zamanını öyrənirik. Gün 2 və ikinci zamanımız indiki davam edici zamandır. Present continuous. Deməli, düzəlmə forması belədir. To be'nin indiki zaman formaları am, is, are. Üstə gələk fe'l, ardınca isə ing əlavə edirik. Məsəl üçün, play sözünü gəlin şəxslərə görə indiki davam edici zamanda deyək. İndiki davam edici zamanda odur ki, hərəkət indi məhz bu dəqiqə baş verir. I am playing. Sən oynayırsan. You are playing. O oynayır. She is playing. Kişi cinsində desək, o oynayır. He is playing. Orta cinsdə it is playing. Biz oynayırıq. We are playing. Onlar oynayırlar. They are playing. İnkar cümləsində to be formasından sonra, yəni am, is, are-dan sonra not artırırıq. I am not playing. You are not playing. She's not playing. He is not playing. It is not playing. We are not playing. They are not playing. Sual cümləsində isə am, is, are sadəcə cümlənin əvvəlinə keçir. Am I playing? Are you playing? Is she playing? Is he playing? Is it playing? Are we playing? Are they playing? İndi isə sənə 3 dənə fe'l verim. Həmin o 3 fe'li indiki davam edici zamanda təsdiq cümləsində, inkar cümləsində və sual cümləsində istifadə elə. Work, live və think fe'llərini.